Metroya yaxın, gözəl təmirli, tam əşyalı, hazır bir mənzil istəyənlər bu videonu sona qədər izləsinlər. Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Həmişə olduğu kimi yenə də gözəl bir mənzillə sizin qarşınızdayam. Yerləşir Nərimanovda, Nərimanov metrosundan piyada 7-8 dəqiqəlik maksimum məsafədə yerləşir. Yeni tikili binada dediyim kimi yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq giriş hissədən. Giriş qapımızı görürsünüz, daxil olduqda solda. Gözəl tresarımız var, böyük güzgü yerləşdirilib gizli işıqlar, aşağı hissəsi şkafdır, bu hissəsi sağ və sol mebel daraqlardır. Döşəməsi qranitdir, isti döşəmə ilə təchiz olunub. Daxil olduqda üzbəüz bu hissədə aksesuarlar yerləşməsi üçün yerlər nəzərə alınıb, onlar da yerləşdirilib hazırdır. İşıqlandırmada spotlardan istifadə olunub, gizli işıqda yerləşdirilib. Otaqların yerləşməsi belədir. Daxil olduqda sağda sanitar qovşaqdır. Bura yataq otağı, buranı da artıq gördünüz. Mənzilin qonaq otağı ilə başlayaq buradan. Mən bir hər şeyi sizə göstərim. Geniş qonaq otağımız var. Yəni təxmini ümumi olaraq 25-27 kvadrat olar. Bəlkə də biraz da artıqdır. Nəzərdə çatdırım ki, bir otaqdan 2 otağa düzəlmədir. Yəni mətbəx studiya şəklində dizayn edilərək təmir olunub. Ona görə mətbəx isə bu tərəfdədir. Mebelimiz də yığılıb. Yəni oranı göstərim. Təbii ki, burada isti döşəmə ilə təchiz olunub. 3 hissədən ibarətdir. Yuxarı hissələrdə gördüyünüz kimi şkafdır. Gəlin içərisini də göstərim. Yəni dərinlik barədə tam olaraq təsəvvür yaransın. Üstü və sinəliyi mərmərdir. Qaz peçi aspirator qoyulub. Soyuducumuz da yerləşdirilib burada. Dediyim kimi burada deməli paltaryanımız da var. Soba, mikrofonlovka, yəni bütün mebel və texnika ilə təchiz olunub mənzil. Əlavə nə isə almağa ehtiyac yoxdur. Burada görürsünüz divan, kreslo, arxasında bu hissədə güzgülər yerləşdirilib və sağ və sol buralar. 2 ədəd lüstrumuz var. Qonaq otağında biri mərkəzdə, digər isə masanın üzərində 4 nəfərlik masamız da yerləşdirilib. Bu hissədə pərdələr asılıb. Tam hazırdır. Bu hissədə yenə şkafımız yığılıb, aksesuarlar yerləşdirilib, kondisionerimiz də var. Televizorumuz da eyni olaraq yerləşdirilib. Yenə sağ və sol güzgülərdən istifadə olunub. Döşəməsi bambuk parketdir. Keçək, mən sizə göstərim. Mənzilin sanitar qovşağını bayaq dedim, daxil olduqda sağ tərəfdə yerləşir. Yəni burada tam olaraq hazır vəziyyətdədir. Bütün aksesuarlar qoyulub. Duş kabinimiz yığılıb. İçərisi də çox genişdir. Moydadır. Divar içi unitazımız. Bu da hamısı hazırdır. Yuxarısından nişalar. Və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Buradan isə daxil oluruq mənzilin yataq otağına. Buranı da ümumi olaraq göstərək. Tam hazırdır. Dediyim kimi taxtımız yerləşdirilib. Arxası da işlənilib. Qubqa, sağ və sol güzgülər, təyli işıqlardan istifadə olunub. Burada divar içi şkafımız yığılıb. Yəni əşyalarınızı yerləşdirə bilərsiniz. Dərinlik də yaxşıdır. Yenə burada da televizorumuz var. Make-up. Yuxarı hissədə kondisioner və buradan da mənzilin belə deyim eyvanına çıxış var. Gəlin eyvanını da göstərin. Burada gözəl yığılıb. Stol yerləşdirilib. İstilik sistemi kombidir. Radiatorlar da görürsünüz qoyulub. Hamısı tam hazır vəziyyətdədir. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatları bir daha nəzərinizə çatdırım. Yerləşir Nərimanovda, Nərimanov metrosundan piyada 7-8 dəqiqəlik məsafədə yerləşir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. Gördüyünüz şəkildə satılır. Bütün mebel və texnikalar hamısı yenidir və hamısı da qiymətə daxildir. Keyfiyyətli təmiri var, onu nəzərinizə çatdırım. Yəni ucuzlu təmir deyil, ən azı döşəmədən bilinir. Yəni adi laminat deyil, parketdən istifadə olunub ümumi olaraq. Yerləşir 17 mərtəbəli binanın 14-cü mərtəbəsində bir otaqdan 2 otağa düzəlmədir. Dediyim kimi mətbəx studiya şəklində dizayn edilərək təmir olunub və mənzilin start olaraq qiyməti 239.000 manat təyin olunub. Əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.